Uşağın anadan olmasına görə bir dəfəlik müavinət kimlərə və necə verilir? Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, 500 manat məbləğində bir dəfəlik müavinət verilir. Bu müavinət müraciətsiz təyin olunur və bu barədə valideynin elektron ünvanına yaxud da mobil nömrəsinə bildiriş göndərilir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonraki bir il ərzində şəxs tərəfindən alınmasa, Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır və müraciət edildikdə verilir. Uşaq ölü doğulduqda müavinət təyin olunmur. Dəyərli izləyicilərimiz, Arıçı Vidadinin bal məhsulları haqqında yenidən məlumat paylaşmaq istəyirəm. Bir sıra şərh bölmələrimizdə qeyd edirsiniz ki, bəs bu bal məhsullarını biz hardan əldə edə bilərik? Arıçı Vidadinin bal məhsulları heç bir rayonda, şəhərdə, kənddə, hansısa market və yaxud da dükanlarda satılmır. Ancaq sifariş edirsiniz və sifariş sizə göndərilir. Arıçı Vidadinin öz mobil nömrəsinə zəng edə bilərsiniz. 051 546 39 39. Arıçı Vidadi şəxsən özü cavab verəcək və Azərbaycanın bütün bölgələrinə də çatdırılma pulsuzdur. Astarada, cənub bölgəmizdə yetişdirilən bal məhsulları təbiidir, qatqısızdır və çox faydalıdır. Mütləq zəng edin, sifariş edin, özünüz dadın və mən əminəm ki, bundan sonra hər zaman bal məhsullarını məhz Arıçı Vidadidən sifariş edəcəksiniz.